Deməli, stringlərlə bağlı dərsimizin ikinci hissəsində biz sizlərlə baxacağıq sətirlərdə dövrlərin qurulması. Burada iki hal mümkündür. İki cür dövrləri qura bilərik. Başlayaq sizlərlə birinci hal. Birinci halda ümumi sintaksis bu formada yazılır. Ümumi sintaksis. Deyək ki, for parametr in sətrin adı. Qoşa nöqtə. Gerisi də məlum məsələ. Burada qayda nədir? Əvvəla ki, gəlin nümunəyə baxaq, sonra qaydanı da birlikdə çıxardaq. Məsəl üçün yazaq ki, A bərabərdir dırnaqda word bu formada. Daha sonra ümumi sintaksə uyğun olaraq for parametr dedikdə burada indi nə istəsək götürə bilərik. I götürək, nə bilim, K götürək, S götürək, fərq eləməz. For I in. Sətrimizin adı da A olduğuna görə A yazıram, qoşa nöqtə. Sətrin adı, yəni ki, sətir hansı dəyişənə mənimsədilib, onu nəzərdə tutub. For I in A, deyək ki, hələ ki bir iş görmürəm, print I. I-ni çapa ver. Baxın, bu yazılış formasında biz sətrin simvollarına dövrə girərək, for dövrünə girərək müraciət edirik. Yəni, burada bizim i-nin aldığı qiymətlər birinci dövrdə W hərfidir, simvoludur. İkinci dövrdə O simvoludur. Üçüncü dövrdə R simvoludur. Dördüncü dövrdə L simvoludur və beşinci dövrdə D simvoludur. Yəni biz burada sətrin simvollarının sayı qədər dövrə giririk, yəni 5 dəfə və for i in a yazılışında i parametrinin, yəni dövrün parametri burada i-dir. I parametrinin aldığı qiymətlər birbaşa olaraq sətrin simvollarıdır. Qayda ilə bu formada yazaq ki, bu yazılış formasında dövr parametrinin aldığı qiymətlər sətrin simvollarıdır. Birinci hal. Sətrin simvollarıdır. Gəlin başqa bir nümunə göstərək. Əvvəlcə bunu run edək, siz də görəsiniz. Run edirəm. Baxın, birinci dövrdə W, sonra O, sonra R, sonra L, sonra D. Əlbəttə ki, bunları yanaşı çıxartmaq üçün alt-alta printləri bir end parametri verib bu formada yazmaq olar. Run eləsək, ard-arda simvollar bizim yazdığımız kimi olmuş olur. Və yaxud da başqa bir dövr. Deyək ki, A bərabərdir input. Ki, biz sizlə həm ilk dərsimizdə, həm keçən dərsimizdə dedik ki, inputdan alınan dəyər string tipinə malikdir. Ona görə də burada da biz dövrə girsək, məsələn, for i in A, deyək ki, elə print i. Və keçən dəfə də biz öyrəndik, əvvəlki dərslərimizdə də bilirik ki, mən burada input yazmışamsa, deyək ki, klaviaturada 1452 daxil edə bilərəmmi? Bəli, edə bilərəm. Sadəcə daxil etdiyim 1452 ədəd olaraq deyil, string olaraq qəbul olunacaq. Yəni, əslində dırnaqda biz ona başa düşməliyik. Və burada i-nin aldığı qiymətlər nə olacaq? Birinci dövrdə i alacaq sətrin birinci simvolunu, yəni 0-cı indeksdə dayanan 1, daha sonra 4, daha sonra dırnaqda 5, daha sonra dırnaqda 2. Bu formada olmuş olacaq. Bunu ataq şərhə. Və run etsək, 1452 daxil etsək, fikir versəz, dövrdə biz rəqəmləri alırıq. Amma əlbəttə ki, bir daha qeyd edirəm, dönə-dönə string tipində alırıq. İndi bu məsələlər əgər aydındırsa, ki, iki nümunədə biz başa düşdük ki, for i in a yazılışında dövr parametrini aldığı qiymətlər, yəni i-nin
i götürməyə x də götürə bilərəm. Nə istəsəm. For x in a, for k in a, nə istəsəm. Dövr parametrini aldığı qiymətlər birbaşa olaraq sətrin simvollarının özləridir. İndi gəlin görək ki, ümumiyyətlə sətirlərlə bağlı dövr qurmaq bizim nəyimizə lazımdır, məsələn. Burada o qədər nümunə göstərmək olar ki, gözəl insanlar. Hansını qoyub hansını göstərək, o da problemdir. Yəni, o qədər yerlərdə bizə lazım olacaq ki, sətirlə bağlı dövr qurmaq. İndi yenə dərs daxilində mən çalışacağam ki, bir neçə nümunə göstərək. Məsəl üçün, belə bir nümunə deyək. Klaviaturadan daxil edilmiş ədədin rəqəmləri hasili. Tutaq ki, rəqəmlər hasili. Bizim normal üsulumuz, yəni buraya qədər daha doğrusu riyazi üsulumuz deyək. Necə idi? Bir ədəd xaslatma edin mən sizlər üçün. N bərabərdir int input, ədəd daxil etdim. Daha sonra hasil dediyinə görə hasil bərabərdir 1 və while rəqəm ayırmanın standart while n böyük 0, k bərabərdir n faiz 10, n bərabərdir n qoşa slash 10, hasil bərabərdir hasil vuraq k və print hasil. Belə bir üsulla biz öyrənmişdik. Bu riyazi üsulumuzdur. Ədəd daxil edək. Məsəl üçün 1, 4, 5, 2 elə daxil edirəm. 1452 və rəqəmlər hasili 40. Bizim buraya qədər öyrəndiyimiz üsul bu idi. İndi bu üsulu, bu bizim yəni riyazi üsulumuzdur. Buraya qədər bildiyimiz. İndi gəl yeni bir üsulumuzla bu məsələni həll etməyə çalışaq. Yəni input verək və 1452 daxil edək. Orada biz dövrdə rəqəmləri alacağıq, onları vuraq bir-birinə. Məsəl üçün, deyək ki, A bərabərdir input, deyək məsələn, 1452 daxil edəcəm. Əlbəttə ki, hasil bərabər 1, standart qaydalarımız dəyişmir. Və for i in A. Bir daha xatırlatma edirəm mən. Burada i-nin aldığı qiymətlər nədir? Dırnaqda 1, dırnaqda 4, dırnaqda 5, dırnaqda 2. Əgər 1452 daxil etsəm, hesab edək ki, inputdan bunu daxil edəcəm. Və hasil bərabərdir. Hasil vuraq i. Bu formada yazdım. Qəsdən və print hasil bu formada. İndi burada bir məsələ var, bir problem var, onu düzəldək. Bax, bizim hasilə verdiyimiz dəyər ədəd tipindədir, int. I-dən aldığımız dəyərlər string tipindədir. Ədədi stringə vursaq, bu aləm qarışacaq bir-birinə. Yəni, biz normal cavabımızı ala bilməyəcəyik. Düzdür, biz ədədi stringə vura bilirik, təkrarlanma sayılır. Amma normal hasil almayacaq da, söhbət ondan gedir. Ona görə də biz rəqəm olaraq hasil tapmaq üçün buradakı i-ni sadəcə çevirəcəm int-ə. Int i. Ədədə çevir, sonra vur. Belə bir yazılış forması. İndi gəlin run edək proqramımızı 1452 və nəticəni 40 olaraq əldə edəcəyik. Hansı ki, bayaq da eyni cavabı biz almışdıq. Bax, dövrlərlə biz bu formada da ədədin rəqəmlər hasilini əldə edə bilərik. Başqa bir nümunəyə baxaq sizlərlə, dövrlərlə bağlı. Deyək, məsəl üçün, klaviaturadan daxil edilmiş sətirdə, klaviatura daxil edilmiş sətirdə rəqəm simvollarının cəmi. Bu nə deməkdir? Məsəl üçün, mən inputa salam 145 dünya 6 belə bir şey versəm, buradakı rəqəm simvolları 1456-dır və bunların cəmi də bizə verməlidir 16 nəticəsini. Yəni, istənilən sətr daxil etsəm və oradakı rəqəm simvollarını nə etməlidir? Cəmləməlidir. Gəlin görək ki, bunun üçün biz nə üsul tətbiq edə bilərik? Diqqətlə baxın, önəmli yerlərdəyik. Deməli, burada birinci məsələ nədir? Yəni, gedişatı bir alqoritmi düşünək sizliklə. Dövrə girməliyik. Niyə görə? Çünki bir-bir simvolları alaq.
Bir simvolları alandan sonra biz yoxlamalıyıq, o rəqəmdir yoxsa yox. Bunu yoxlamağın yolunu bilməliyik. Yəni bir şərt qoymalıyıq. If əgər rəqəmdirsə, şifahi desək, onda cəm bərabərdir. Cəm üstə gəlsin int i. Bu formada yazmalıyıq. İndi gəl başlayaq. Məsəl üçün yazıram a bərabərdir input və burada bir cəm olduğuna görə cəm bərabərdir 0 yazıram. Daha sonra dövrə girdim for i in a. Dəfələrlə bir daha da qeyd edəcəm ki, tam şey olsun sizdə. Burada i-nin aldığı qiymətlər dırnaqda s, dırnaqda a, daha sonra dırnaqda l və sair uzatmıram. Yəni bir-bir simvolları alıram orada. Birinci dövrdə s-nı alacağım, sonra a-nı, sonra bu formada. İndi qalır əsas məsələ nə? Bu simvol ki, mən bir-bir aldım, onu yoxlamaq lazımdır. Ədəddir, rəqəmdir yoxsa yox. Bunu yoxlamağın fərqli yolları var. İki yol bugün deyək sizinlə. Birinci yolumuz budur. Birinci yolu xatırlamaq üçün keçən ilk dərsimizdə sətirlərlə bağlı, dərsin birinci hissəsində sonlarda biz belə bir şey qeyd elədik ki, sətirlərlə bağlı, məsələn, max və minimum funksiyaları da işləyir. Necə işləyir max minimum funksiyaları? Dedik, ASCII kod sistemində olan mövqeyinə görə. ASCII kod sistemində olan mövqeyinə görə işləyir. Və ona əsasən biz hətta salam sözünün də maksını ekrana verdik. Nə bilim, hansı bir ədəd daxil edib onun da ekrana verdik. Belə deyək, maksimum rəqəmini. İndi gəlin o hissəni bir daha da istəyirsiniz. Bax, burada kodlar var keçən dərsimizdən və fikir versəz, bax, bu hissədə biz onlardan danışmışıq. ASCII kod cədvəli əvvəla ki 256 simvolu bir cədvəldir. Əlbəttə biz onu hamısını əzbərləmirik, amma bəzi məqamlar, yerlər var ki, onları biz bilməliyik. Həm birinci mövzunun testlərində, həm də Python'ın bu hissələrində bizə lazımdır. O nədir? Rəqəmlər 0-48-dən başlayır və 9-57-də bitir. Yəni bu aralıqda ancaq rəqəm simvollardır. Orada başqa klaviatur üzərində olan simvol yoxdur. A, böyük A 65-dən başlayır, ta sonra böyük B 66, 67 bu formada davam edir. Gəlir böyük Z 90-da bitir. Və 65-90 aralığında başqa heç bir hərf yoxdur. Ancaq böyük hərflərdir ingilis dili əlifbasının. Və balaca A 97-dən başlayır, 122-də bitir. Bunu da qeyd eləmişdik. İndi buna əsasən ki, biz max minimum tapırdıq. Max minimum nə deməkdir? Yəni müqayisə etmək. Demək, onda biz sətrin simvollarını da müqayisə edə bilərik də. Max min edirsə, biz də edə bilərik. Ona görə mən qayıtdım bura və belə bir şərt yazacağam. If əgər. Deyək ki, dırnaqda sıfırdan böyük bərabərdirsə i'miz, kiçik bərabərdirsə dırnaqda 9-dan, ASCII kodu da müqayisə edirik axı. Ədəd yazsam errordur. Simvolla ədədi müqayisə edə bilmərik. Hamısını simvol yazıram. Bu dırnaqda 0 simvoldur, dırnaqda 9 simvoldur, i də simvollardır. Əgər bu aralıqdadırsa, demək ki, rəqəmdir də. Çünki bu aralıqla ancaq rəqəmlər var ASCII kod cədvəlində. Əgər rəqəmdirsə, onda nə edək? Cəm bərabərdir, cəm üzərinə gələk int i. Çünki rəqəmlərin cəmi deyirsə, biz 4-ün üstünə 5, 1-in üstünə 4 gəlsək, 4-ün üstünə 5 sətr kimi gəlsək bu hissədə alınacaq elə 1, 4, 5 bu düz gəlməyəcək. Ədədə çevirib toplayaq. Necə ki, burada ədədə çevirib vurduq. Daha sonra da dövr bitəndən sonra bütün simvolları ki, yoxladı, rəqəm olanları cəmlədi, cəmi verək ekrana. Və elə bu sətri daxil edərək proqramımızı run edək. Ctrl V. Və 16 cavabını alırıq, hansı ki 16 cavabını biz almalıydıq. Bax, belə bir üsul. Yəni, burada həm biz dövrlərə baxdıq, həm də bax, belə bir metod öyrəndik sizinlə ki, sətirdən rəqəmləri ayırmaq və ya sətirdən böyük hərfləri ayırmaq və ya sətirdən balaca hərfləri ayırmaq, hamısını aralıqla və iki qat bərabərsizliklə Python icazə verir, yoxlamaq olar. Bu məsələnin həlli üçün başqa bir üsul da təklif etmək olar.
Yəni bu da testlərdə qarşınıza çıxacaq. Yuxarıdakı, yəni indi yazdığımız daha yaxşıdır mənə görə. Amma yenə də bunu demək lazımdır. Yenə də A bərabərdir input daxil edirəm. Daha sonra cəm bərabər 0 standart qaydalar qalır. Dövrə girdim for i in A. If əgər, if əgər. İndi bu şərti başqa necə yoxlamaq olar rəqəm olduğunu? If i'miz in daxilindədirsə, nəyin? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Əgər bu sətirdə varsa onda cəm bərabərdir. Cəm üzərinə gələk int yaddan çıxmasın, mütləqdir o və print cəm. In metodu ilə də biz bunu həll edə bilərik ki, bu tipdə bir metod, səhv xatırlamıramsa ilk mövzumuzda da biz istifadə eləmişdik. Orada indi sadə bir şey yoxlamışdıq. Məsəl üçün, daxilmiş ədəddə 4 rəqəminin olub-olmaması. If 4 in sətir, yəni də ədədimiz print yes bu formada. İndi burada bütün rəqəmləri soruşduğuna görə mən hamısını yazıram və çox da uzatmadan proqramı run edək. Yenə də bu formada və yenə də 16 cavabını almış olacağıq bu formada. Yəni bu metodlar vasitəsilə həm metodları öyrənirik, həm də dövr məsələsini bir daha da nəzərdən keçirdirik. İndi mən xatırlatmaq üçün bir daha da bura qeyd edirəm ki, bax burada biz bu sətri daxil edəndə gözəl insanlar for i in a yazılışında in range yox, in a yazılışında in aldığı qiymətlər birinci dövrdə s hərfidir, daha sonra a hərfidir, daha sonra l hərfidir, daha sonra a hərfidir, daha sonra m hərfidir, daha sonra nə bilim bir simvoldur və sair ta axıra qədər. Hər bir simvolun burada olub-olmadığını yoxlayıram. Əgər varsa burada demək ki, rəqəmdir. İntə çevirərək cəmləyirəm. İntə çevirərək cəmləyirəm. Burada intə çevirməsək error verəcək. Çünki cəmə biz əvvəldən 0 vermişik, integer. Integerlə sətri toplamaq olmaz, bu tip xətası olacaq. Bu formada çalışdıq ki, 3 nümunə ilə həm proqram kodları ilə, həm də buradakı misallarla birinci hal üçün olan sintaksisi izah edək. Amma biz dedik ki, 2 hal var. Sətirlərdə, stringlərdə dövrlərin qurulması üçün 2 hal mövcuddur. İkinci haldan da biraz danışaq sizlərlə. İkinci hala keçməmişdən öncə əvvəlki dərslərimizdən bəzi şeylər yadımıza salaq, sadə bir şeylər. Məsələn, belə bir dövr qururam. For i in range. Normal bildiyimiz range dövrüdür. Deyək ki, məsələn, başlasın 0-dan 5-ə qədər qoşa nöqtə və print i. Print i. Hətta burada belə də yazmaq olar, addımı da göstərmək olar. 0-dan başlasın 5-ə qədər bir addımdan 5 özü daxil deyildir. Burada i'mizin qiymətləri 0, 1, 2, 3 və 4 olmuş olacaq. Yenə də mən run edim, bir daha da görək. 0, 1, 2, 3, 4. Bu normal. Və yaxud da belə yazmaq olar. Bunun əvəzinə. Və birbaşa yazmaq olar ki, for i in range 5 qoşa nöqtə print i. Çünki biz dedik ki, for dövründə əgər başlanğıc qiyməti yoxdursa, o 0 qəbul edilir, addım yoxdursa 1 qəbul edilir. Yəni bir qiyməti yazılıbsa, o stop qiymətidir. Startı default biz 0 qəbul edirik, stepi də default 1 qəbul edirik. Bu halı da biz ekrana run etsək, yenə də 0, 1, 2, 3, 4 almış olacağıq. Bu qısa bir xatırlatma. İndi belə bir şey yazacağam. Deyəcəm, məsəl üçün A bərabərdir, dırnaqda world və for i in range len aya qədər qoşa nöqtə print i bu formada bir məsələ. Bax, burada i-nin qiymətləri nədir? Sual budur. Kim deyə bilər bizə? Burada i hansı qiymətləri alır? Var mı deyə bilən? 1, 2, 3, 4. Neçə? 1, 2, 3, 4. Yenə də Lena'ya birdən kadar. başladım da, yəni. Bir dakika. Əgər Bir, başlanğıc qiymət yoxdursa,
Nədən başlayırıq gözəl Mənim insanlar? 0, 1, 2, 3, 4. 0, 1, 2, 3, 4. Elədir? Bəli. Bəli. Çünki burada məsələ nədir? Len A bizdə sətrin simvollarını sayan bir funksiyadır. Len funksiyası. A-mız da 5 simvoldan ibarət olduğuna görə, yəni len A əslində nə deməkdir? 5 deməkdir də. Foreign range 5 də yuxarıda göstərdiyimiz kimi. Burada sıfırdan başlayır 5 dəfə. 1, 2, 3, daha sonra da 4. Bu formada. İndi istəyirsən 5 yaz, istəyirsən burada len A yaz. Heç bir fərqi olmur. Çünki ikisi də bir ədəddir, bir dəyərdir, integerdir. Belə də yaza bilərəm, belə də yaza bilərəm. Onu demək istədim sizə. Yəni bunun bir A ilə, A sətri ilə, A sətrinin simvolları ilə W, O, R əlaqəsi yoxdur hələ ki. Amma biz bunu necə əlaqələndirə bilərik? İndi buna baxaq. Məsəl üçün yazıram ki, A bərabərdir world və for i in range gir dövrə len A qədər. Yenə də bir daha qeyd edirəm. Dönə-dönə qeyd edirəm. Burada i-nin aldığı qiymətlər 0, 1, 2, 3, 4. Yəni 5-ə qədər. Lenimiz 5-dir. Ona görə 5-ə qədər. Və burada deyirəm ki, print, çap et. Nəyi? A sətrindən i-nci indeksi çap et. Niyə görək burada nə baş verir? Biz indeksləri ilk dərsimizdə demişdik. I-nin qiyməti 0 birinci dövrdə. Yaxşı, bəs A0 nədir? A0 A sətrinin 0-cı indeksində duran simvol. Yəni ki, W. I-nin ikinci qiyməti 1-dir. Yaxşı, bəs A1 nədir? A1 A sətrinin birinci indeksində duran O hərfi. Və bu formada davam etsək, ekrana nə çıxacaq? İkinci indeksdə dayanan R, üçüncü indeksdə dayanan L və dördüncü indeksdə dayanan D simvolları, yəni A1, A0, A1, A2. Görürsən, i-lər yenə də 0, 1, 2, 3-dür ha. Bundan qatmayaq. Foreign A ilə qatmırıq. Orada i birbaşa simvolun özü idi. Buradakı i isə indekslərdir. İndeksə görə müraciət etmək üçün də biz sətrin adını və kvadrat mötərizə yazıb indeks nömrəsini göstərməliyik. Bax, belə bir yazılış forması. Ona görə də ümumi qaydamızı yazmış olsaq, biz burada bir ümumi qayda halına salsaq bunu, ikinci hal, ümumi sintaksisimiz belə olacaq. For parametr in range len sətrin adı, yəni sətrin uzun qoşa nöqtə və burada da bir şərh ataq. Deyək ki, ekrana versək print sətrin adı kvadrat mötərizə parametr. Bu formada fikir versən, bu hissəni müqayisə etsək, eyni cürdür. Sətrin adı bizdə A-dır, parametrimiz i-dir. For i in range len A-ya qədər, i-nin qiymətləri 0, 1, 2, 3, 4. Print A sətrindən i-nci indeksi A0 W, A1 O, A2 R, A3 L, A4 D. Bu formada icra etmiş olacağıq. Buraya qədər problem varmı? Sual varsa deyin. Digər bir məsələ. İndi gəl yuxarıda yazdığımız proqram kodlarını bu üsulla da yazaq. Məsəl üçün, birinci bizim proqram kodumuz daxil edilmiş ədədin klaviaturadan rəqəmlər hasili belə bir proqram kodu düşünmüşdük və başlayaq. A bərabərdir input və hasil bərabərdir 1 və davam etsək, deməli,
For i in range getsin len a-ya qədər qoşa nöqtə və hasil bərabərdir. Hasil vuraq int mütləq a kvadrat mötərizə i. Bu formada yazacağıq və print hasil. Bir daha da qeyd edirik. For in range len a. Məsəl üçün biz deyək ki, ədədimizi 1452 daxil etsək, əlbəttə ki, bu ədəd tipində yox olacaq, string tipində inputdan alınan dəyər və bizim lenimiz 4 olduğuna görə i-nin aldığı qiymətlər 0, 1, 2 və 3 olacaq. 4 özü daxil deyil. Və burada da hasili 1-i vuracam. Birinci dövrdə A0-a, yəni 1-ə. Daha sonra vuracam A1-ə, yəni 4-ə. Daha sonra vuracam A2-yə, yəni 5-ə. Daha sonra vuracam A3-ə, yəni 2-yə. Amma bunları int etmək şərti ilə, çünki int olmasa yenə də sətri əldə vurmaq tam fərqli cavab alacağıq, düz olmaz. İndi proqramımızı run edək, 1452 və rəqəmlər hasili 40-a bərabərdir. Belə bir metod. İkinci proqram kodumuz, hər birini for in range ilə də yazacağam ki, tam möhkəmlənsin. İkinci proqram kodumuz nə idi bizim? Deməli, klaviaturadan daxil edilmiş sətirdə rəqəm simvollarının cəmi. Bu formada rəqəm simvollarının cəmi ataq bura. Və bunları da şərhə alaq, yazaq. Rəqəm simvollarının cəmi. Demək, burada A bərabərdir input və cəmi dediyinə görə cəm bərabər 0 standart qaydalarımız. For i in range dövrə girəcəm rəqəmlərin sayı qədər, yəni len a qoşa nöqtə və yoxlayaq. If əgər dırnaqda 0-dan böyük bərabərdirsə, a-imiz kiçik bərabərsə 9-dan demək rəqəmdir. Və əgər belədirsə, onda cəm bərabərdir. Cəm üzərinə gələk int a-i mütləq və print cəm. Bu formada yazaq bunu. Və run edək, proqramımızı run edək. Sətr daxil edirəm. Tutaq ki, hello 1452 22 fərq eləməz world. Və rəqəm simvollarının cəmi 1, 4, 2, 2, 9 olmuş olacaq. Eyni qayda ilə digər metodu da bura tətbiq etmək olar. Yəni in metodu ilə də yazmaq olar. Daim təkrarçılıq olmasın, da birini yazdıq məncə kifayətdir. Bu formada biz dövrlərlə bağlı, sətirlərlə bağlı dövrlərin qurulması məsələsinə baxdıq və ümumiləşdirsək iki cür dövrə girə bilərik. Birinci hal bu idi ki, dövr parametrinin aldığı qiymətlər birbaşa sətrin simvollarını özlərdir. For parametr in sətrin adı. Məsəl üçün, for i in a. Burada i-nin qiymətləri w, o, r, l, d. İkinci yazılış formasında isə indekslərlə işləyirdik biz sizlərlə. İndekslərlə də işləmək üçün bizə lazımdır for i in range. For i in range len a-ya qədər. 5-dirsə 5-ə qədər, 10-dursa 10-a qədər. Burada i-nin qiymətləri indekslərdir. 0-dan başlayır. 0, 1, 2, 3, 4. Əldə almaq üçün, simvolu almaq üçün daha doğrusu yazırıq a kvadrat mötərizədə i. Yəni A0 birinci simvol, A1 ikinci simvol, A2 üçüncü simvol. Bu da bu formada. Və bir çox proqramlarda artıq biz bu üsullardan sizlərlə istifadə edə bilərik. İndi mən istəyərdim ki, keçək kitabımızın deməli 341-ci səhifəsinə və burada xatırlayırsınızsa 50-dən deməli 59-a qədər olan yazı işləri ədədin rəqəmləri ilə bağlı olan yazı işləridir və biz bunların blok sxemlərini, kodlarını yazdıq, amma riyazi üsullarla. Artıq bu dəfə bunları sətirlərlə yazmalıyıq, sətirlərlə yazacağıq. Yəni növbəti dəfəyə ev tapşırığınız bu olacaq. 50-dən 59-a kodları yazmaq və iki üsulla yazmaq. Həm for in a, həm də for in range. Hər iki üsulla bir misalı, bir nümunəni iki yolla yazmalıyıq. Mən nümunə göstərdim dərsin gedişatında, o öz yerində. Nümunəmiz
rəqəmlərin hasili, məsəl üçün. İndi məsələn cüt rəqəmlər desə, tutaq ki deyirəm. Yoxlayacaqsan if int ai faiz 2 bərabər 0 olarsa qoşa nöqtə, hasil bərabər hasil vuraq int ai bu formada yazacaqsan, işləyəcək yəni. Eyni qayda ilə i qaydasında da elədir. Ona görə də bu hissədə deməli dövrlərlə bağlı olan danışığımızı yekunlaşdırırıq və buraya qədər olan hissədə kimin sualı, çətinliyi, başa düşmədiyi yer varsa buyursun.